Deyir ki, ABC üçbucağın AN və BN medianları perpendikulyar olub K nöqtəsində kəsişirlər. CK 10-dur. CK 10-dur. BN 9-dur. BN. BN ümumilikdə 9-dursa biz bilirik ki, medianlar 1-2 nisbətində bölünür. Ona görə 9 1-2 nisbətində bölünsə, yazacaqsınız x üstəgəl 2x bərabər 9, 3x bərabərdir. 3x bərabərdir 9, x bərabərdir 3-ə. Deməli, bu aşağı hissə x, yuxarı hissə 2x, x olacaq 3, 2x olacaq 6. 3 6 nisbətində bölünür. Onda mən bu medianı uzatsam buradan. 10 bura qədərdirsə, 10 2-yə bölərik 5, 1 2 nisbətində bölünür. Onda bu hissə də 5-dir. Aha, perpendikulyar kəsişən medianlar baxın BN ilə MA-dır. Gəlin BN tərəfinə verək median A. AM tərəfinə verək AM tərəfinə. Median B. C-yə yazaq Y. C-yə tərəfinə də verək MC. CK. MA bizdən verilmişdi. 9. MB verilməyib, MC isə verilib 15. Yazacağım 9-un kvadratı üstəgəl MB-nin kvadratı bərabər 15-in kvadratı. MB-nin də kvadratı bərabər olacaq 225 çıx 81. MB də kvadratı bərabər olacaq 144. Deməli, MB-miz bərabərdir 12-yə.